Bəzən dostlara deyirəm ki, səhər yeməkləri masaları var, təşkil olunur. Nə bilim, filan qiymətə restoranda da. İlahi, gedirsən, bu qədər yeməyi insan yeyə bilər. O səhər yeməyi masalarında, Azərbaycanın toylarındakı olan o israfçılıqlarda baxın, o yeməyi heç kim axıra qədər yeyib qutara bilmir. Heç bir toyda, heç bir o səhər yeməyi masalarında xüsusilə deyirəm. Amma yenə də götürülür. Niyə? Çünki istehlakçı cəmiyyət bunu tələb edir, dövr bunu tələb edir. Kapitalizmı bu günə qədər, bu gündən sonra deyəsən nəsə bir həyəcan təbilləri var, dəyişmək istəyirlər. İstehlak çoxalmalıdır ki, istehsal da çoxalsın. İstehlak çox istifadə elə, eybi yoxdur. Götürdün, qatırdı, gəlib yarısını ye, yarısını tullanacaq onsuz. Nə bilim, kabab gəldi, yarısını ye, yarısı tullanacaq. Əsas odur ki, istehlak çoxalsın, alıcı çoxalsın və bunun istehsalı da çoxalsın. Yaxşı, indi bunu gətiriblər, mən bunu istifadə et, at. Şokoladdır, yarısını yedim, yarısını tulladım. Kababdır, yarısını yedim, yarısını tulladım. Bu gəldi ailəyə də. Ailədir, 5 il istifadə elədim, at. Və salam. İnsanlar artıq ümumiləşdirmə baxmağa başlayırlar.